Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər AFC Mobile 2025 oynayacağıq. AFC Mobile 2025-də axırıncı dəfə dostlar Pro liglərinə qədər yüksələ bilmişdim. Yəni Pro 1-dəyəm daha Pro 1, yəni bildiyiniz kimi asan bir lig deyil. Təzə güncəllənmədən də dostlar kutu açmışdıq axırıncı dəfə. Nə dostlar, kadrom budur. Carucci Donnarumanı 108-ci elədim. Burada 104'lü Meignan da aldım. YDK qoymağa. Gördüyünüz kimi bunun da performansı pis deyil. Ancaq gücləşdirəndən sonra o da YDK qoyacağam. Oyunun çox hissəsi bu dəqiqə dostlar qapçı təşkil edir. 94 verdi. Buna da şükür. Bura girək. Bir dəfə buradan mənə dostlar 98-ci bir də oyuncu vermişdi. Oyun özü. Yaxşı dostlar, bu günləri biz sizinlə maç atacağıq AFC-də. Pro 1-dəyik. Yəni dediyim kimi. Baxın Pro 1. Xeyirlisi olsun inşallah. İnşallah udarıq. Təkbir Muhammed. O 102'lük Loris var imiş ki bunun təzə çıxan kartlardan. 102'lik Loris. Dostlar, ancaq satılıq qapçılarda ən qəşəyi Gianluigi Buffonla Schmeichel-dır. Ən qəşəng qapçılar. Mənə elə gəlir. Çünki performansları çox qəşəngdir. Aha, Immobile. Şimdi verdi Di Maria. Antel Di Maria ve gol. Antel Di Maria mükəmməl bir gol attı. Orada dostlar pas ötürə bilərdik. Ancaq mən Loris'i sınadım. Gördüm ki bu heç nə eləyə bilmir. Uşaq özü gücləşdirməyib də dostlar. Qapçısını gücləşdirməyib. Və bir də su ifadəsi də ataq. Aha, Di Maria. Hazard. Dix-like. Bir də su. Burada mən bu oyunda dostlar çox adamından qəşəyəm dostlar. Zarafatsız çox adamından qəşəyəm bu oyunda. Paslaşmağım çox qəşəngdir. Donnarumma. Son anda Donnarumma. Ya bu niyə görə özünə? O yıxıdmaq da bir daha taktikadır. Da oyun kasmasaydı qəşəngdi. Niyə görə kasır dostlar? Çünki internet uzaqdadır. Ona görə. Aha. Hugo Lloris topu çıxardır.
Uydat, qapçı Donnarumma. Bir də gördük dostlar, Messi'lik eləyir. Messi. Ankara Messi, Kara Messi, Ankara Messi, Kara Messi. Of. 3-0. Ya mən bir şey başa düşənmədim. Bu niyə görə özünü bu qədər yıxır ki yerə? Mənim səbrimi sınıyır. O da bir pro oldu. Məsəl üçün mən o taktika ilə işləmişəm bir ara. O da çox qəşəng taktikadır. Ancaq hər oyunçuda işləmir o. Hər oyuncuda o taktika işləməz. Uy, Hugo Lloris. Lloris də pis qapçı çıxmadı ha. Qəşəng qapçı çıxdı. Uy. Aha. Immobile. Kusursuz bu gol. Özü kaptı, özü vurdu. Ya Lloris orada nəsə eləyə bilərdi. Bıraxaq vursun dostlar. Sevinsin də o da. Aha. Di Maria. Hayda. Dislike. Uf. Dostlar, dünənləri sizin xətrinizə Fest 3-lə GTA San Andreas videosu atmışdım. Bilirəm dostlar, San Andreas'ı sevənlər var. Arozda bilirəm, San Andreas sevənlər var. San Andreas serilərdə gəlməyə davam eləyəcək. Həmişək kimi. Dostlar, bu Happy moddan indirmək olur bütün oyunları. Bütün oyunlar deyəndə, məsəl üçün, qəşəng oyunların bəzisində. Ancaq o qədər megabayt, gigabayt deyir ki, adamın yükləməyi gəlmir. Dostlar, bir dəfə bu 104'lük Lukaku mənim 108'li Donnarummama qol ata bilmədi. Qurana and olsun dostlar, penaltıda qol ata bilmədi. Penaltıda. Qurana and olsun dostlar, penaltıda qol ata bilmədi ki, 104'lük Lukaku. Herdə dayatsın. Ayda 88. Gol atsa belə pas ötürü atarlar.
Gianluigi Buffon. Dostlar, ümumiyyətcə mən Immobileni çıxardanda sevindim. Ancaq Osimhen çıxsaydı daha çox sevinərdim. Məsələn üçün forvard barədən zəif idim də. Bir dəfə dostlar, bir də güncəllənmə var idi. Timubi elə bir də güncəllənmə idi. O güncəllənmədə mən Donnarumanı seçmişdim. Çünki Donnarumada deyirəm, Grimaldonu seçmişdim. Çünki defansım zəif idi. Grimaldo olan tərəfdə yaxşı defansçı yox idi. Yəni Grimaldonun yerinə qəşəng bir defansçı yox idi. Özüm bilərəkdən elədim. Qapıçıma qol ata bilmədilər ki. Argentina milli komandasından Javier Mascherano. Aydat. Ay. Yaxşı dostlar, bugünlük video bu qədər idi. Sağ olun.